Reytingli serialın mövsüm finalı qərarı ləğv edildi, bir dəfəlik bitir. Türkiyə telemekanında yay mövsümünün yaxınlaşması ilə əlaqəli telekanallar ekran işləri barədə yekun qərarlarını verməyə başlayıblar. İndiyə qədər bir neçə ekran işinin bitəcəyi dəqiqləşsə də, məşhur serialla bağlı gələn son dəqiqə xəbəri siyahını daha da genişləndirib. AzNews 360 Demokrat AZ'a istinadən xəbər verir ki, Kanal D rəhbərliyi 2 mövsümdür böyük maraqla izlənilən Eşref Rüya serialı ilə bağlı gözlənilməz addım atıb. Belə ki, ekran işi üçün əvvəlcə nəzərdə tutulan mövsüm finalı qərarı ləğv edilərək birbaşa finala çevrilib. Bununla da mövsüm sonunda bir dəfəlik yekunlaşacaq layihələrin sayı 5-ə yüksəlib. Hazırda yayımlanan 18 serialdan 13-ü növbəti mövsümdə davam etmək üçün qısa fasiləyə çıxacaq, 5-i isə ekranlarla tamamilə vidalaşacaq. Tamaşaçıların böyük maraqla izlədiyi həmin populyar ekran işlərinin rəsmi final tarixləri də artıq bəllidir. Qərara əsasən bugün Delikanlı, sabah isə Qısqanmaq serialının sonuncu seriyası nümayiş olunacaq. İyunun ilk həftəsində Cənnətin Çocukları ekran yolculuğunu başa vuracağı halda iyunun 10-u da eyni gündə həm Quruluş Orhan, həm də Eşref Rüya serialları final bölümləri ilə izləyicilərin qarşısına son dəfə çıxacaq.